Oğlumun müğənni olub-olmaması hələ 20 yaşdan sonra bəlli olacaq. Publika az xəbər verir ki, bunu Qaynar İnfoya açıqlamasında xalq artisti Gülyanaq Məmmədova oğlunun müğənni olması ilə bağlı deyilənlərə aydınlıq gətirərkən deyib. Xalq artisti qeyd edib ki, oğlan uşaqları ümumiyyətlə 20 yaşdan sonra oxumalıdır. Stat. Çünki oğlan uşaqlarının səs dəyişmə dövrü var. Hazırda oğlum ən pis yaş dövründədir. Çox istəyərdim ki, bu yaş dövrünü aşa bilsin, səsləri açılsın və oxusunlar. Statın sonu. Gülyanaq Məmmədova hələ oğlunun müğənniliyi etmədiyini, oxumadığını vurğulayıb. Stat. Futbolçudur. İdman akademiyasında təhsil alacaq. Ali təhsil çox vacibdir. Rejissorluğu da bacarır, hələ özünü axtarır. Həvəskar kimi hərdən nəsə oxuyur. Hazırda 7 yaşı var. Səs dəyişən dövrdədir. Səs get-gedə açılmalıdır. Ürəkləri istəyir, mənimlə hərdən səhnəyə çıxırlar. Mən onsuz da nəinki öz balalarıma, bütün tələbələrimə dəstək oluram. Bu səbəbdən fərqli fikirlər yazırlar. Bu həmişə belə olub və olacaq. Ona dedim ki, səhnəyə çıxırsan, hər şey yazacaqlar, danışacaqlar. Bütün bunlara hazırsanmı? Dedi ki, bəli. Səs varsa açılacaq, niyə də oxumazsın? Amma oğlum futbolçu olmaq istəyir. Statın sonu.